Şirvanşahlar dövlətinin xarici siyasətinə aid uyğunluğu müəyyən edin. 1. Böyük Səlcuq dövləti ilə münasibətlər. Sultan 1. Toğrula xərac verilməsini öhdəsinə götürmüşdü, yanlışdı, Alparslan'a tabe olmuşdu. Alparslanın hakimiyyətini qəbul etmişdir, düzdür, 1066-cı ildə. Səlcuqlarla ittifaqa girərək 4-cü Davidin qoşunlarını Şamaxıdan çıxarmışdı, yanlışdı. Gürcü qoşunları 1125-də Davidin ölümündən sonra gedir. 2. Sacilər ilə münasibətlər. Atabəylərə qarşı mübarizədə onlarla ittifaq bağladı, yanlışdır. Sacilər ümumiyyətlə Atabəyləri görməmişdi. Slavyanların hücumu zamanı onlardan hərbi yardım aldı, yanlışdır. Yusif İbn Sacın hakimiyyətini qəbul etmişdi, 10-cu əsrdə, düzdür. 3. Gürcü Çarlığı ilə münasibətlər. 3-cü Mənçur Şamaxının Gürcülər tərəfindən tutulmasına mane ola bilmədi, düzdür, 1124-cü ildə tutulur. 1. Axistan Gürcülərin Şirvanı Gürcüstana tabe etmək cəhdinin qarşısını aldı, düzdür. Didqori döyüşündə Gürcülərə məğlub oldu, yanlışdır. Didqori döyüşündə Səlcuqlar Gürcülərə məğlub olmuşdu. 1-ə B, 2-yə S, 3-ə A və B.